Azərbaycanın müstəqilliyini itirilməsindən və Sovet hakimiyyətinin Zəngəzuru Ermənistana verilməsindən sonra Naxçıvan içində böyük təhlükə yaranmışdır. Zəngəzurla kifayətlənməyən ermənilər Naxçıvanın da Ermənistana birləşdirilməsi üçün cəhdlər göstərdilər. Lakin bu niyyətlərinə nail olmadılar. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu olmasında Türkiyənin də böyük rolu vardır. 1921-ci il martın 16-sına bağlanmış Moskva və 1921-ci ilin oktyabrın 13-də bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində mühüm rol oynadı. 1924-cü ilin fevral ayında Azərbaycan SSR-nin tərkibində Naxçıvan Muxtar Respublikasının yaranması ilə Ermənistanın Azərbaycanın qədim torpağı haqqındakı iddialarının qarşısına dəmir sədd çəkildi. Bu hadisə mürəkkəb və siyasi şəraitdə xalqımızın nail olduğu mühüm tarixi və siyasi uğur idi. Dədə Qorqud gəzən Oğuz elimdir, uludur torpağı daşı şarurun. Dili Türkün dili ana dilimdir, qədimdən qədimdir yaşı şarurun. Burada arxalanıb dağlara dağlar, dərin dərələrdə çayları çağlar. Torpağı gönəsə göyləri ağlar, arpa çay sayılır qaşı şarurun. Tanrı özü bilən dərk göndəribdir, necə fəlakətli səs göndəribdir. Namərdin önünə əmmək göndəribdir, bəlalar çəkibdir başı şərurun. Ürək ofsunludur baharı yayı, mavi səmasında ulduzu ayı, yoxsa da sərvətdə payızın tayı, zərgər naxşıdır qışı şərurun. Mənim Naxçıvanım, ana vətənim, daşım torpağın da əzizdir mənə. Övlad anasına söz qoşsa əgər, yorulmaz vəsfindən 100 ildə yenə. Muxtar Respublikanın vüqarım mənim, salduzum, badamlım, sonsuz sərvətim, igid alnı açıq övladlarıyla və tanıdıb dünyaya sənin şöhrətin. Burada bulaq var ki, dərdlər əlacı, burada yaylaqlar loğmandır loğman. Sənin dağlarında gül eyləyən kəs, o xoş rahiyəni unutmaz bir an. Burada qartallar qıyı vursa əgər, şimşəklər oynayar, qayalar uçar, Koroğlu dövründən qalan dağları günəş ilkin öpər, şəfəqlər saçar.